Ancaq oyun haqqında Oyunun sözünü yaxşı başlamışdıq. Birincisi yaxşı müdafiə olunurdu. Gol çatlarımız oldu, amma bəlkə də keyfiyyət çatmadı deyə. Sonradan bıraktığımız gol artıq oyundan düşməyimizə səbəb oldu. Bu oyun debüt oyununda həm də, yəni bu əlavə motivasiya kimi oldu sənə? Əlbəttə, milli komandada debüt eləmək hər kəsin xəyalıdır. Mənim üçün də əlavə bir motivasiya oldu. İnşallah daha davamlı olur. Bizim iki oyun məğlubiyyətin səbəbini görürsən. Yəni öz fikrinizə. Yəni görünən odur ki, gol çatlarına girə bildik. Ən çətin eləyə bilirik, gol çatlarına girə bilirik, amma son növbədə dəyərləndirə bilməmək, artıq gol buraxdıqdan sonra da oyundan düşmə məsələsi var. Səbəb məndə budur. Belarus millisinə sizi çətin vəziyyətə salan əsas güclü tərəfləri nələr idi? Belə əsas güclə, rəqibin belə güclü tərəflərini bildik, heç iki güclü rəqibi idi. Amma dediyim kimi, gol çatlarını dəyərləndirə bilməmək, onların gol çatlarını dəyərləndirmək ən çətinimiz odur əlbəttə ki. Qolların qarşısını almaq olardı mı? Müdafiədə hansı səhvlər var idi? Əlbəttə olardı. Bizdə fərli səfərdən buraxılmış gollardı. Bunun üzərində işləsə məncə bunun qarşısını gələcək oyunlarda almaq olar. Birinci liqadan uzun müddət sonra heç bəlkə də bilmədik olmayıb. Dəvət alan ilk futbolçusan, bu haqda düşüncələrin nələrdir? Əlbəttə bu mənim üçün böyük bir motivasiyadır. Əlavə məni xoşbəxt edir, amma çalışacağım ki, daha da artıqını eləyim. Milli komanda üçün daha da yaxşısını eləyim. Çünki bizim öz milli komandamızdır, öz ölkəmizdir. Buyur. Qarşıdan, yəni sentyabrda dünya çempionatında indiki rəqiblərinizdən qat-qat güclü rəqiblərə qarşı çıxacaqsınız. Oyununuzda necə təkmilləşdirməyi düşünürsünüz ki, onlara qarşı daha yaxşı bir oyun sərgiləyəsiniz? İyununda daha bir toplanıcı olası, oradakı yoldaş görkəni bu dəqiqə fikirləşirik. İnşallah həmin yoldaş görkənindəki qələbə qazanıb daha yaxşı motivasiya əldə edərik. Bəs bu məğlubiyyətdən hansı dərsləri çıxartmalısınız? Əlbəttə dediyim kimi fərdi səhvlər, taktiki səhvlər, yəni gələcək təlim məşqlərində elədiyimiz səhvlərin üzərimizdə təhlillər olası, o təhlillərdən nəticə çıxarmalıyıq.